kənardan baxıb elə bilirlər ki, mən heç bir şey bacarmıram da. Yəni ki, qabiliyyətim yoxdur, yemək bişirə bilmirəm. Birbaşa kebab çəkirəm. Kebabın dadına baxarsan, birazdan əskər. Görərsən ki, necə tamdır kebabdır. Ümumiyyətlə kimlər deyir ki, Cananı ev işləri bacarmır? Deyirlər də var. Canan ümumiyyətlə kebab bişirməyi bacardığını bildiyi, başqa nə bacarırsan evlə bağlı? Yəni evdarlıqla bağlı hansı qabiliyyətlərin var? Yığışdırmam var. İnanın ki, çox qəşəng ev təmizləməyim var. Yemək elə bişirirəm, ancaq ki, belə çox da sevmirəm yemək bişirməyi. Canana, Elçistar Cəmilə xanım haqqında sənətkar adını adlandırıb. Yəni Gənc sənətkar. bəli. İnanın ki, Cəmilə xanımı o illərdən çox sevirəm də. Yəni ki, həmişə mənə dəstək olub da o. O sözünü deyə bilirdi. Pıçıltılı bir neçə kəlmələr deyirdi. Onları anlaya bilmədik. Nələr deyirdi sizə? Deyirdi ki, Canan, mənim mahnılarımı oxu. Yəni mən sənə qadın həmrəyi olaraq həmişə sənin dəstəyəm, yanındayam və sənin gələcəkdə ulduz olmağı görürəm. İnanın ki, onu çoxdan hər dəfə deyir. İnşallah ki də mən də artıq bunun üstündə düşmüşəm və bugün getmişəm İntiqam Kərimovun yanına. Onun tələbəsi olaraq başlayıram dərslərimə. Görəcəksiniz ki, Canan nələrə qadirdir. Canana, ümumiyyətlə İntiqam müəllim səsini dinləyib hansı reaksiyanı verdi? Səsimi dinlədi, çox bəyəndi. Dedi ki, yəni mən səni bir tələbə olaraq görürəm və hətta səni yetişdirəcəm, sürprizdir, orasını deməyim, qoy. Aha, nə sürprizdir elə. Deməyəcəm. Xəbər şodan gizlətmək olmaz. De görək nə olacaq. Heç nə gizlətmək olmur. Yəni deyib ki, Aha. tənbəl olmursan, hər gün dərsimə gəlirsən, vaxtında Aha. səninlə duet oxuyacağıq. Hətta nə gözəl. Uğurlar arzu edirəm. Yəni, səsimi bəyənməyənlər üçün bir sürpriz olacaq bu. Elə canlı oxuyacaqsan ki, hər kəs səndən danışacaq. Səfəroğlu da mənə bu sözü deyib, Səlim Abbasov da deyib, Cəmilə xanım. Hər kəs deyir. Bəs özün gələcəyini necə görürsən? Özüm də potensialım var da, hiss edirəm ki, içimdən gəlirdi o. Çünki mən sıfırdan başlayaraq əgər hər bir kəsin səsində o ifa edə bilirəmsə, deməli nəsə var da mənim içərimdə. Canana, maraqlıdır. Bax, Azərbaycan şou biznesində bir neçə müğənnilər var ki, əl çatmazdılar. Maraqlıdır. Canana bugünkü gündə hansı ifaçıları dinləyir və onların pilləsinə getmək istəyərdi? Fəxr edirəm ki, bax bizim Röya xanımımız var. İnanın ki, həqiqətən qürur verici. Forması olaraq, yəni arıq, yəni getdi Cannes festivalında da bizi təmsil elədi. İnanın ki, çox sevindim, fəxrimizdir. Yəni Azərbaycan xanımı olaraq səhnəyə yaraşır. Yəni qəlbini görmək olur da, onun o sevinci, aurası, energetikası hamıya keçir. Yəni çox sevirəm Röya xanımı, onun səsini, Aygün xanımı da. Yəni Aygün xanım da Dolça Bürcü olaraq, yəni onlar kimi mən də istəyirəm də nəsə edim bu Azərbaycan xalqı üçün. İnşallah. İnşallah ki, istədiyin yerlərə, zirvələrə çatarsan. Sənin xətrini çox istəyirəm. Bilirsən ki, hər zaman sənə dəstəyəm. Hər zaman da dəstək olacağam. Çünki mən görürəm ki, sən əziyyət çəkirsən. Pillələrə gəlmək üçün əzmkarlıq göstərirsən. Bunu mən görürəm. İnşallah ki, əziyyətin yerdə qalmasın. Sağ olun, təşəkkür